Hörmətli dostlar, 108 kvadrat metr sahəyə malik qanuni 3 otaqlı əla proyekti olan belə bir mənzil çəkib sizlərə göstərirəm. Çox mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Xırdalan şəhəri mərkəzdə, düz mərkəzdə Heydər Əliyev prospektinin üzərində bütün növ ictimai yaşayış obyekti Kristal 1-in yanındadır. Bax, belə bir mənzilin giriş qapısı burada, hörmətli dostlar. Girişdə solda da belə bir ayna yığılıb. Sağ hissədən davam edəcək. Böyük bir deməli foyer hissə mövcuddur. Sağ hissədə yerləşir. Yataq otaqları skvaznoy mənzildir. 205 min manatdan təklif olunur. Kupçalı dövlət ipotekasına yararlı mənzildir. Bax, bura yataq otaqlarından biri. Yataq otaqları hər ikisi eyni ölçüdədir. Bu növbəti yataq otağı super təmirli mənzildir. 108 kvadrat metr sahəyə malikdir. 205 min manatdan təklif olunur. Hamam sanitar qovşaqları ayrı-ayrılıqdadır. Bax, burada yerləşir. Hamam otağı və sanitar qovşaq belə. Aksesuar təchizat tam olaraq həyata keçirilib. Döşəməsi isti döşəmədir. Kerama qranit gördüyünüz yerlər isti döşəmədir. Elə bax, buradan davam edək. Burada yerləşir mənzilin zal hissəsi. Zaldan eyvan sahəsinə çıxış var. Burada televiziya üçün sistem nəzərdə tutulub. Buradan eyvan sahəsinə çıxış var. Tam yaşayışlı binada kommunallar daimidir, hörmətli dostlar. Binanın geniş yeraltı hattı dayanacağı 2 ədəd sürətli və müasirlikli fəaliyyət göstərməkdədir. Daha sonra burada yerləşir mənzilin mətbəx sahəsi. Mətbəx məbəli ilə də tam olaraq təchiz olunub. Deməli, mətbəx sahəsindən və qonaq otağından eyvan sahəsinə çıxış var. Görürsünüz, ikisi eyni eyvan sahəsidir. Eyvan sahəsində isti döşəmə ilə təchiz olunub. İstidilməsi kombi vasitəsilə təchiz olunacaq. Otaqları istili batareykaları, digər hissələr isə kerama qranitli isti döşəmədir. Son olaraq da burada deməli, belə bir çamaşır odası var. Kollektor sistemdə burada yayılıb. Qiymət 205 min manatdır. 108 kvadrat metr sahəyə malik qanuni 3 otaqlı mənzilimiz. Satışı yenicə çıxıb, təmirdən sonra yaşayış olmayıb. Əlaqə nömrəmiz 077 744 36 33. Sağ olun, hörmətli dostlar. Evimizə baxış keçmək üçün mənimlə əlaqə saxlayın. Sağ olun, hələlik.